Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Abşeronun Aşağı Güzdək qəsəbəsində baş verən qalmaqallı hadisə 16 yaşlı qızın Məscid Axundu tərəfindən qaçırılması ölkədə böyük rezonansa səbəb olub. Sosial şəbəkələrdə mövzuyla bağlı sərt reaksiyalar səngimir. Bildirilir ki, bu qalmaqallı olayla bağlı tanınmış müğənni Nadir Qafarzadə də münasibət bildirib. O, sosial media şərhində hadisəni şərq cəmiyyətində qadın mövqeyinin zəifliyi və savadsızlıqla əlaqələndirib. Şərq qadını qaynar qan. Bunların hamısı savadsızlıqla irəli gəlir. Qərb qadını isə savadlı və ağıllı olduğuna görə daha düzgün addım atır. Nadir Qafarzadənin bu fikirləri birmənalı qarşılanmayıb. Xatırladaq ki, Məscid Axundu tərəfindən azyaşlı qızın qaçırılması faktı hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Hadisənin dini məkanla bağlı olması isə məsələni daha da həssas edir.